Hər vaxtınız xeyir, əziz izləyicilərimiz. Çox sayılı istəkləri nəzərə alaraq sizin üçün pizza resepti bugün bölüşürük. İnanın ki, bir dəfə sınasaz xəmiri hər zaman yalnız belə hazırlayacaqsınız. Bunun üçün istifadə olunan məhsulların hamısının siyahısını siz hal-hazırda ekranda görə bilərsiniz. Skrin edib yaddaşa vurun və videonun altında da yerləşdirəcəm. İndi isə keçək əsas məsələyə. Birinci növ unu əliyirik. Əgər siz xəmirini bu gün yoğurub sabah bişirməyi istəyirsinizsə, reseptdə bəzi dəyişikliklər olmalıdır. Misal üçün xəmir soyuq su ilə yoğurulmalıdır və mayanın miqdarı azalmalıdır. Növbəti gün xaladelnikdən çıxardarkən bir 15 dəqiqə özünə gəlməyini gözləyin. Ondan şəkər əlavə edirik, duz və maya. Miqdarlar hamısı videonun altında olacaq. Yaxşıca qarışdırırıq. Suyun istiliyi 25 dərəcədir. Nəzərə almaq lazımdır ki, un fərqli olur. Göstərdiyimiz suyun miqdardan çox da istifadə oluna bilər, az da. Ona görə suyu hamısını tökmürük, hissə-hissə tökürük. Elə un var ki, qurudur və suyu çox götürür və əksinə. Nəm unu isə az su tələb eləyir. Xəmir halına düşəndən sonra zeytun yağı əlavə edirik. Yağla xəmir tam bir-birinə qarışana qədər yoğurmağa davam edirik. Masanın üstündə yoğurmaq daha asan olduğuna görə keçirik bura və hardasa 5 dəqiqə ərzində biz masanın üstündə yoğurmağa davam edirik. Xəmir yumşaq və azca ələ yapışan olmalıdır. Hal-hazırda videoda görsəndiyi kimi yumrulayıb üstünü bağlayırıq. Bu halda 15-20 dəqiqə qalmalıdır. Sizin üçün 1 saniyə vaxt keçdi, amma bizim üçün 20 dəqiqə və biz işimizə davam edirik. Xəmirin havasını alırıq və tezdən gündələyirik. Qaba bir damcı zeytun yağı əlavə edirik. Xəmirin hər iki tərəfi zeytun yağa batırırıq. Üstünü streçləyib isti yerə qoyuruq. Gözləyirik xəmirin mayalanmasını. Bizdə bu proses 2 saat çəkdi. Sizin isə otağının temperaturdan asılı olaraq bu proses fərqli saatlarda baş verə bilər. İndi isə keçirik sousun hazırlanmasına. Kadr arxasında biz pomidorları 5 dəqiqə qaynar suda saxladıq. Qabığı belə asan soyulsun deyə. İndi isə rəndənin iri gözündən keçirdirik. Bir qaşıq zeytun yağı və yarım qaşıq kərə yağı tavaya əlavə edirik. Zeytun yağını digər duru yağlarına əvəz edə bilərsiniz. Sarımsağı yaxırda doğrayın və yaxud bizim kimi presdən keçirin. Bir dəqiqə sarımsağı qovrulandan sonra pomidorları da əlavə edirik. Hal-hazırda ekranda gördüyünüz ədviyyatı əlavə edirik 1 çimdik. Qarışıq İtalyan otları da hər bir supermarketdə tapmaq olur. İstiyor duz və şəkər. Hərəsindən 1 çimdik. Öz ağız dadınıza görə. Suyu çəkilənə qədər qovurduq. Sousumuz hazırdır. İndi isə keçirik pizzanın içliyini hazırlamağa. Mozzarella pendirini keçirdirik rəndədən. Fərqi yoxdur, iri gözdən keçirdirsiniz yoxsa xırda. Pizzanın içində onsuz da əriyəcək. Biz bir pizza hazırlayacağıq, ona görə bu qədər bizə kifayət edəcək. İçlik müxtəlif ola bilər. Ananasdan tutmuş kukuruza qədər. Bu sizin zövqünüzdən asılıdır. Bizim içdiyimiz qalbasa, pomidor və zeytundan ibarət olacaq. Hə qızlar, bir də ki biber. Bu bizim ikinci videomuzdur və kanalımıza abunə olsanız çox sevinərik. Artıq xəmirimiz də hazırdır, keçirik ən maraqlı mərhələyə. Masanı yaxşıca unluyuruq. Xəmiri yerləşdiririk unun üstünə. Üstündən yenə yaxşıca un əlavə edirik ki, əllərə yapışmasın. Əllərimizlə belə xəmiri açırıq. Pizzanın ortasını çalışın eyni qalınlıqda eləyin. Qıraqları isə biraz qalın saxlayırıq. Bizim pizzanın razmeri diametri 30 cm oldu. Qəşəngcə əlinə xəmiri açırıq, qəşəng forma verməyə çalışırıq. Yenə də qıraqlara belə əlinə düzəliş veririk.
Hazırladığımız xəmiri yerləşdiririk yağlı kağızın üstünə. Çəngəllə xəmiri deşirik. Hazırladığımız sousdan yalnız 2 qaşıq kifayət eləyir. Bu arada hazırladığımız sous biraz çox oldu və bir pizza üçün sizə məsləhət görürük 2 dənə balaca pomidor kifayət eləyir. Əgər sousla oynamaq vaxtınız və yaxud həvəsiniz yoxdursa, çox asan bir yolunu onu əvəz edə bilərsiniz. 1 qaşıq ketçup və 1 qaşıq mayonez qarışdıraraq sous alındıra bilərsiniz. Düzdür, təəssüf ki, bunun dadını verməyəcək, amma o da dadlı alınır. Sobanı qızdırdıq 250 dərəcəsinə. Pizzanı yerləşdiririk qaynar soba listinin üzərinə. Bizim sobada 9 dəqiqə pizza bişdi. Bişməyinə 2-3 dəqiqə qalmış. Qalıq pendiri üstündən səpirik. Nəzərə alın ki, sobalar müxtəlifdir və hazırlama vaxtı da dəyişilə bilər ona görə. Vaxtı ötürməməyi çox vacibdir. Bu da nəticəmiz həqiqətən çox dadlı alınır. Mütləq sınayın və rəylərdə öz fikrinizi yazarsınız. Bugünlük isə bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.